Əlikram Bayramovla Xoşqədəm Hidayət qızının dialoqu sosial şəbəkələrdə gündəm olub. Aparıcı müğənnin Əlikramın "Mənə Rusiyadan çox arvad tapıb gətirmisən" sözündən sonra bütün arxivi açıb, töküb. Xoşqədəm Hidayət qızı bildirir ki, uşaqların gəlmişdi. Mənə yalvarırdın ki, efirə çıxma. Birini 2013-cü ildə Moskvadan gətirmişdim. Əlikram yalvardı ki, Xoşqədəm, nə olar, evimizdə söz-söhbət düşəcək. Əməkdaşlarımızdan xahiş eləyirəm. Səni axtarıramın 15 illiyində Moskvadakı Yuliyanı gətirin sözlərinə isə Əlikram belə deyib: Heç nədən qorxmuram. Kişi qorxaq olmaz. Xoşqədəm tapmamış uşaqları gətirib, çünki o dərinə gedəcək. Efirdə qonaq olan Əlikram Bayramovun oğlu isə onların söhbətinə reaksiyası belə olub: Mən narahat deyiləm. Hər şeyi adıma keçirmişəm. Atamın adına bircə maşın qalıb. Maşını neyniyim? Şükür Allaha, maşınım da var deyə açıqlamasında bildirib.